Salam, hər vaxtınız xeyir əziz dostlar. Sizinlə bu günlərin bir çiçək haqqında paylaşım eləyirəm. Çünki mən bu çiçək haqqında heç nə bilmirəm, onu təzə almışam. Bu videonu da çəkməkdə məqsədim odur ki, siz mənə əgər bu çiçəkdən varınızdırsa, bu begoniyadır. Bunu türklər mən bilən gəlin damat begoniya deyir. İndi məndə bundan heç olmayıbdı. Yəni ilk dəfə bunu almışam. İndi bunu bilmirəm ki, mən nətər baxmalıyam, nə eləməliyəm. Yəni bununla bağlı sizdən bilgilər gözləyirəm, məlumatlar gözləyirəm ki, siz də mənə bunun haqqında bir məlumat verəsiniz. Bunu mən almışam, dünən aldım. Belə bir qabdadır, saxlama qabındadır. Heç baxmamışam görüm kökü altına çıxır, çıxmır. Belə qoymuşam bura, hələ rayona getməmişəm deyə. Bir də torpaq da aldım. Meşə torpağı dedilər. O meşə torpağından da aldım ki, bunun saxsını dəyişərəm. O meşə torpağı ilə əkərəm. İndi bilmirəm mən bunu qabın dəyişimi, dəyişməyimi, buna mən nətər qulluq eləyim. Deyirlər ki, güya bu tez xarab olan güldür. Qışda bu ölür gedir. Deyilənə görə kartofu qalır. Bəzi məndə sizin kimi araşdırmalarım var, amma mənə lazımdır ki, bu güldən olanlar nətər baxır. Bunu necə eləməliyik ki, bu xarab olmasın. Belə məlumatlar istəyirəm mənə verəsiniz. Bunu gördüm, çox xoşuma gəldi. Belə qatlı, gözəl, çiçək açan bir begoniyadır. Amma saxlamağı bilmirəm qaydasını. Bunun ölməyini də istəmirəm. İstəyirəm ki, bununla bağlı mənə biraz köməklik eləsiniz. Mən bunu öldürməyim, bunu artırım, böyüdüm, dikəldim. Çox da gözəl olsun. Kimdən də soruşuram, hamısı deyir ki, sən yaxşı saxlayasan. İndi bilmirəm, saxlaya bilərəm, bilmərəm, amma çox xoşuma gəldi. Bunun başqa növləri də var idi. Orada çox gözəlləri var idi. Hər rəngi, ona yaxın çeşiddə var idi. Hamısı da belə qablarda, bu formada da, yəni gül satılan yerlərdə olan güllərdir. Yəni belə olur. İndi bununla bağlı əgər kimin bir məlumatı varsa, mənə yazar. Mən də bunu sizin dediyiniz kimi eləyərəm. Çox da gözəl gülümüz olar. Bitmək istəmirəm bu gülü, artımaq istəyirəm. Bu da yenə görürsünüz ki, içəridə daha qəşəng olur. Burada çöl su yoxdur, içəri qoymuşam. Bunu küləyə qoysam, bu çox pis olar, qorular gedər. Ona görə də bunu içəri qoymuşam. İndi aparanda da şey eləyərəm. Yenə həyətimizə qoyacağım. Bizdə belə külək yoxdur. Bura çox soyuq küləkdir. Bir də yağış yağır. Çox dəhşət küləklər əsir. Bu çöldə ola bilməz. Ona görə də bu da hələ ki buradadır. Buradan bunu da aşağıların təmizləmişəm. Köhnə xaraf yerlərini təmizlədim. Bir 5-6 dənə də budaq belə qırdım. Stəkanda belə suya qoymuşam. Bunu artıracağım. Balaca kalçuk stəkanlara əkəcəm. O həmin meşə torpağında əkəcəm. Orada kökləndirib başqa qablara keylə köçürəcəm. Belə çox qalın belə gövdəsi var. Buradan belə qırıb götürmüşəm. Xeyli görürsünüz ki, tamam təmizlənibdir. Biraz ətrafını açdım ki, hava keçmirdi. Çünki buna biraz hava vursun. Evə aparandan sonra bunu mən yeni qabında, yeni torpağında eləyəcəm. Belə gözəlliyi. Yenə belə, yəni istədim ki, sizə bir qısa da olsa video çəkim. Sizlə bu gül haqqında söhbət edeyim. Elə burada elə sizlə danışmışkən bunu da torpağından çıxardım, qoyum suya. Sabahda onu sudan götürüb inşallah rayona geri dönəcəm. İndi hələ ki belə buradayam. Belə gözəllik. Görürsünüz ki, çox qəşəkdir. Bunu da belə kökündən belə çıxardacağım. Bunu suya qoyub, elə mən çıxardım. Təkrar sizə çəkim, siz də onun elə kökünə filan da baxasınız. Bunu belə gətirdim vanilikin yanına. Çünki torpağının geri tökülməyini istəmirəm. Burada sizinlə bərabər bunu çıxartdım. Görürsünüz ki, nə boyda canlı görmüş olduğunuz nə boyda kökü var. Çox böyük kökü var. Bu da belə mənim qəşəng bir buket güldür.
Anama göstərmək istəyirəm onun çiçəyin, yoxsa bunun ikisini də buradan qırıb kökün soğanla aparardım. Amma istəyirəm ki, bunu anam çiçəyin görsün, ona görə də bunu belə çıxartdım. Biraz kraskalayıblar sanki, maraqlı bir. Bu qağalar üzə xarab olub. Bunu kökündə istəyirəm ki, biraz kəsəm. Çox uzun kökləri var. Çox uzun kökləri var. Belə. İndi bunu mən təzədən kökündə kəsim. Torpağını da yuyum. Təkrar sizə video çəkim bu haqda. Belə. Gözəllik. İndi bunu yeməyim. Təkrar sizə video çəkim. Belə dostlar. Belə bunun kökün belə saçağını qırdım. İndi bilmirəm nətər çəkim ki, sizə də çəkim. Kökün belə qırdım. Belə tuturam suya. İndi bunu qabığında soyacağım əkəndə. Belə yuyuram. Tamam yuyuldum. Bir dənə də tamam yuyuldum. Kökü filan. İndi bu qabığında təmizləyəcəm. Tamam. Xeyli kökü var idi. Bunu doğradım. Bir də əziz dostlarım, belə barış çiçeği var bacım qızında. Bu barış çiçeğində belə kürək qorup xarab eləyib. Bunu da indi kökün təmizləyib. Bunu da belə aparacağım. Şimdi onu da kökün təmizləyim. Təkrar sizə yenə video çəkəcəm. Çünki çox uzun kökləri var. Bir belə uzun kök hədsiz çoxdur. Şimdi bunu mən tamam təmizləyib təkrar sizə indi yenə video çəkəcəm. Belə dostlar, bunları belə yudum, belə təmizlədim. Belə qoydum bura. 3 dənə kök oldu. Amma belə elə bil xarabdır da. Bunu bir dənəsini saxladım ki, şey olsun. Nədir? Əkəndə bu zoğlamağa belə düzək lazımdır ki, yeni zoğlar olsun. Bunları rayon torpağına əkəcəm. Xeyli də budadım. Görürsünüz ki, çox kökü hədsiz idi də. Yəni o kökü budamaq lazım idi. Bəzən kök budaması da elə lazımdır ki, güllərimiz xarab olmasın. Bu da amaralisin soğanıdır. Bunu da görürsünüz ki, xeyli budamışam. Gəlsin buraya. Bunu da belə indi bankada suya qoyacağım inşallah. Bunu aparıb rayonda təkrar əkəcəm. Belə əziz dostlarım, buradan da sizinlə sağollaşır. Bir qısa video çəkmək istədim sizə də bunlar haqqında. İndi bunları aparıb rayon torpağında, rayonun o gözəl torpağına əkəcəm. Yəqin ki, bu yenidən əgər pöhrələr verərsə, bu pöhrələrdən sonra bunları kəsəcəm. Xarab olanları kəsəcəm. Çünki bunun bir dənə üzəyini saxlamaq lazımdır ki, bu buradan yeni yaşıl zoğlar versin. Belə əziz dostlar, buradan da sizinlə sağollaşıram. Yeni videolarda inşallah ki görüşərik. İndi əkərkən də əgər çəkə bilsəm sizə çəkəcəm video. Əgər çəkə də bilməsəm indi əkilsin sizə göstərərəm. Bura qədər torpağı əkəcəm. Buradan yuxarısı da qalacaqdır. İndi bilmirəm, fikrimdə var ki, bunun güllü zoğun kəsim burada qoyum. Bunu aparım. İndi görürəm, baxım nətər eləyirəm. Belə, bu gül haqqında da dediyim kimi, kimdə bir məlumatlar varsa mənə yazar. Hələlik dostlarım, yeni videolarda görüşərik. Allaha əmanət olun. Hələlik dostlar.